Əzizlərim, hər birinizi xoş gördük. Bugünkü YouTube videomuz çox möhtəşəm proseslərə həsr olunacaq. Bu videoda mən sizə arzuları nə cür daha rahat şəkildə, maksimal komfort anlayışında yerinə yetirməyi sürətləndirmək olar, reallaşdırmaq olar və bunu nə cür daha tez özünüzün maddi reallığınıza çəkə bilərsiniz. Bu həyatınızda artıq, belə deyək, anidən gözləmədiyiniz anda baş verə bilər. İlk öncə olaraq, arzular haqqında biz çoxlu videolar eşitmişik. Arzular haqqında marafonlarda olmuşuq. Arzular haqqında, belə deyək də, xəritələr yazmışıq, divara şəkillər vurmuşuq. Çoxlu kurslarda mı olmuşuq, terapevt yanına mı getmişik, fərqi yoxdur. Yəni, insanlar bu mövzu ilə həddindən artıq çox maraqlanır və onlara vacib olacaq məqam təbii ki, xoşbəxt olmaq. Sonunda, yəni pulun niyə əldə etmək istəyirəm, niyə evimin olmağını, niyə məsəl üçün ailə həyatımın olmağının, münasibətimin olmağının, səyahət etməyimin, istəməyimin olmağının sonucu xoşbəxtlik hissidir. Yəni insan oradakı olan hisslərini yaşamaq istəyir. Ki orada nə hissləri keçirəcək, səyahət eləyərkən özünü nə cür hiss edəcək, xoşbəxt, bəxtəvər, azad, məsud. Yəni sonuçda siz bunları yaşamaq üçün bu arzularınızın yerinə yetməyinə çaba verirsiniz, belə deyək, verirsiniz, çaba verirsiniz. Və təbii ki, artıq arzunun yerinə yetmə prosesi insan həyatında maksimal zaman almaq prosesinə dönür. Bu nə deməkdir, əzizlərim? Baxın, sizin səyahət etmək arzunuz var və siz səyahət eləmək üçün artıq istər-istəməz müəyyən bir plan çizirsiniz. Nə cür bu arzunu yerinə yetirmək olar? Hara getmək istəyirəm? Birincisi səyahət arzum, məsəl üçün, mən tutaq ki, İtaliyaya getmək istəyirəm. İtaliyada gəzmək istəyirəm və İtaliyanın, belə deyək, bütün mədəniyyətinlə deyək, tanış olmaq, sevmək, qəşəng bir möhtəşəm gəltənkələ gəlir üzərimizə. Təbiətin qoynunda əvəzlərim. Söhbətimizin üstüne özünü yetirdi. Əfsanə. Aha. Gördüyünüz kimi biraz mənim belə deyək də, təbiət qoynunda kərtənkələ və sürünən, belə deyək, ailə üzvlərimizə qarşı biraz sosial hörmətim var və diqqətimi cəlb edir, yəni səsindən, hərəkətindən. Və məsəl üçün, mən İtaliyaya getmək istəyərkən, İtaliyada istəyəcəm ki, nə baş versin? Mənim, belə deyək də, İtaliyada, məsəl üçün, muzeyləri gəzməyim, İtaliyanın abidələrini görməyim, bu mənim xoşbəxt edir, mən özümü, wow! Yəni, institut vaxtlarında bunu oxumuşam, indi gəlmişəm, məsəl üçün, Michelangelo'nu, Leonardo'nu, Rafael'i canlıdan görürəm, wow! Bu hissləri yaşamaq istəyirəm. Və təbii ki, biz başa düşürük ki, deyək, İtaliyaya getmək, indiki fiziki maddi reallıq əsasında nədir? Viza almaq, bilet pulu almaq, necə deyərlər, oteli həll etmək, orada gəzmək üçün pulum olsun. Yəni, hər kəsin müəyyən belə deyək, büdcetinə əsasən, yəni pul reallığı var, maddi reallıq var. Və mən apardığım tədqiqatlarımın əsasında arzuların maddələşməsi, materiallaşması və reallaşmağı anlayışında çox insanlar gəlir, məhz bu məqamda dirəşirlər. Bu məqamın dirəşməyi nədən ibarətdir? Sanki bu onunla baş verməyəcəkmi? Bunun həyatında olmayacaqmı? Halbuki bunu indi milyardlar eləyir. Sənin də bugün pulluğun olmağı, vizavın olmağı, İtaliyaya getməyin asan, daha rahatdır. Sən o reallıqda yaşayırsan. Və bu prosesi etmək üçün insan sadəcə beynində, yəni burada artıq ağlınızda nə baş verir? Kontrol. Biz başlayırıq arzunun reallaşması üçün olan bütün vasitələri görmək əvəzinə arzuya mane olan nə varsa onu görürük. Və özümüzü buna inanmağa məcbur edirik ki, yox, bu mümkün deyil. Və sən nə elədin? İnkar elədin. Özün arzundan imtina elədin, inkar etdin. Nəyinlə? Sözünlə, içindəki inancınla, ürəyindən ona belə deyək, qorxub ona yaxın getməməklə. Və bu bizim həyatımızda daimi baş verir. Başa düşürsünüz, bu anın, məqamın söhbətidir ki, siz bunu hər gün eləyirsiniz, amma fərqində deyilsiniz. Bu prosesin transformasiya məqamı nədən ibarətdir, əzizlərim? Yəni, ümidvaram burada özünüzü haradasa hiss eləyə bildiniz, gördünüz ki, özünüzdən nə edirsiniz, nə ilə məşğulsünuz. Bu adi, məsəl üçün, bir xanımın belə, məsəl üçün, mənim sevdiyim insan olsun, sevgilim olsun, nə bilim həyat yoldaşım olsun, nə bilim bu işindən gəlirim artsın, klientlərim çoxalsın,
nə bilim maşınım mı olsun, evim mi olsun, fərqi yoxdur. Bu arzudur, bu istəkdir və bu niyyətdir. Və niyyətin içərdən gəlmə məqamı var ki, harda ürəkdən gəlirsə o niyyət, onun qarşısında heç nə maniyə yoxdur. O sadəcə gəlir və yerinə yetirir. Amma o istək yarı içərdən, yarı başqasından kəlləmayallaq olanda, gələndə istək nə edirik? Başlayırıq burada maniyələr yaratmağa. Bəhanələr tapmağa, özümüzü təzədən geri salmağa, etməyə, yəni artıq içəridə çaxnaşma gedir. Və ona görə də arzunun yerinə yetməsi üçün sizin energetik potensialınız yoxdur, əzizlərim. Başa düşürsünüz? O arzunun yerinə yetməsi üçün siz energetik potensiala sahib olmalısınız. Ki o arzu həyatınızda reallaşsın, yerinə yetir. Və görürsünüz, burada daha çox sakin və mülayim enerjilərdir. Harada ki, mən rahatlıqla əllərimi, qəlbimi səmimi şəkildə açıram və mənim həyatıma daxil olur. Mən onu qəbul edirəm, bütün həyatıma yayıram. Bu prosesdəki transformasiya məqamı nədən ibarətdir? Əgər biz sizinlə bir arzunun reallaşması üçün birinci o arzuya özümüzün yanaşmağımıza baxmağımız lazımdır ki, bu arzu mənim üçün nə məna kəsb edir? Bu həqiqətənmi mənim arzumduğumu ümumiyyətlə hələ? Başqalarından sizə aşılanacaq o qədər çoxlu sizə aid olmayan arzular var ki, burada nəsillərdən gələn dədə babalarınızın arasında energetik kontraktlar var. Ruhlar doğulmamışdan qabaq bir-birinə söz veriblər. Doğulursan nənən şaman olursa, sən də şaman olmalısan, davam edirsən. Sənin arzun deyil bəlkə də. Başa düşürsünüz, söhbət nədən gedir? Yəni siz gəlib kör-köranə həm özünüzün keçmiş karmanızın və nəslinizin keçmiş karmasını kör-köranə şəkildə sadəcə davam elətdirirsiniz. Yəni yenilik yoxdur. Və bu zaman nə baş verir? Siz hiss edirsiniz ki, müəyyən bir arzu, müəyyən bir səviyyədən sonra sizdə nəsə işləmir artıq. Xoşunuza gəlmir, bəyənmirsiniz və inqilab etməyə başlayırsınız, çevriliş edirsiniz. Birdən-birə, belə deyək də, insan risk dəyişdi. Bu nə deməkdir? Nəslə yeni insan daxil olub, yeni ruh gəlir və bu da sizsiniz əlbəttə ki. Hansı ki, artıq kökündən hər şey dəyişəcək. Və burada nə baş verir? Sizin artıq öz arzularınız, əsl, səmimi, həqiqi arzularınız yerinə yetir. Yəni siz nəsillə sizə ötürülən karmik, belə deyək də, öz arzunuz zənn edib, reallaşdırıb, bunu reallaşdırmağına da çoxlu enerji sərf etdiyiniz prosesdən qurtuldunuz. Və bu təbii ki, artıq terapiya prosesidir. Bu dəqiq girib nəslin içərisində müqavilləri ləğv etməkdir ki, sənin yolun açılsın. Bu bizim birinci muladxarı və Svatistana çakrasıdır ki, haradakı maddi həzzə çıxacaqdır zaten. Əgər bu level bizdə yerində deyilsə, biz daima aşağıdayıq. Biz burnu xuruq, çalışırıq, pul qazanaq, sabaha sağ çıxaq deyək və nəsil karma, belə deyək, reallığıdır. Bu reallıqdan sadəcə bunu terapiya verib, atlayıb çıxmaq olur əzlərəm. Bunun üçün də ailə dizimi seansları ən möhtəşəm, ən dahisidir. Və bu seanslarda dəvət edirəm sizə əlbəttə ki. Burada nə baş verəcək? Siz artıq Svatistanadan Muladhara səviyyəsinə, Manipura səviyyəsinə qalxanda və sonra Anahata səviyyəsinə. Bu deməkdir ki, sizin öz missiyanız oyandı artıq. Bu yeni bir şeydir. Bu tam belə deyək, səmimi, saf bir şeydir ki, artıq nəslin təkrarlanması olmayacaq. Bitti karmada, yeni bir şey gəldi. Və bu zaman siz oyananda içərdə arzularınız avtomatda yerinə yetməyə başlayacaq. Yəni, başa düşməliyik ki, bizim öz arzularımız deyil, müəyyən indiki reallıqda istədiyimiz arzular. Bəlkə də mənim həqiqətən, belə deyək də, arzum müəllim olmaq olmayıb və yaxud mənim məşhur olmaq olmayıb arzum, həqiqətən, həqiqi saf niyyətim və yaxud varlı olmaq olmayıbdır mənim niyyətim. Nə, o şeylərin mənə gətirəcəyi prosesləri yaşamaq istəmişəm, hissləri, duyğuları və nə xoşbəxt olmaq istəmişəm daima. Yəni, etdiyim hər anımdan həzz almaq istəmişəm ki, bax, bunu çəkirəm, həzz alıram. Bunu içirəm, həzz alıram. Bugün səninlə danışıram, həzz alıram. Bugün təbiətə baxıram, həzz alıram. Yəni, azadam. Və mən özümü məhdudlaşdırmıram. Biri bu artıq müəyyən başqa səviyyədə, amma varda olmaq anlayışı nə deməkdir? Yəni, mən bugün istəyirəm, gedirəm, gəzirəm və nə azadlığı və təbii ki, müəyyən vasitədir. Amma bu artıq səni məhdudlaşdırmır. Bu prosesdə var. Başa düşürsünüz nədən gedir söhbət? Və o arzunun yerinə yetməsi üçün bizim içərimizdə, daxilimizdə biz ilk öncə olaraq öz əsl arzularımızla qarşılaşmağı başarmalıyıq.
Yəni sən bugün tutturmusan ki, mən məsəl üçün müğənni olacağım, o. Və günlərin bir gün okey olursa, amma bir gün dərk edirsən ki, wow, səndə heç müğənni olmaq mənim özümün nəsil istəyim olmuyor. Mən səndə mən nəsildən kimin istəyimini yerinə yetirmişəm, keçmiş karvanı bitirmişəm. Yəni, nəyinsə təkrarını yaşamışam. Və günlərin bir günü müğənnilikdən dönüb gedirsən, aparıcı olub, televiziyada işləyirsən və xoşbəxt hiss edirsən, gözünü, wow. Və yaxud deyib, bağçada uşaqlarla işləyirsən, fərqi yoxdur. Bu sizin içinizdəki istək, içinizdəki duyğular, içinizdəki əsl missiya. Və mən indi özümü hansı halımı yaşamaq istəyirəm? Kim olaraq özümü yaşamaq istəyirəm anlayışı var. Məsəl üçün, mən özümü psixoloq olaraq yaşamaq istəməyimin mənası nədir? Mən bugün insanların həyatına toxunmaq məqamını yaşamaq istəyirəm. Onlara kömək edəndə həzz almaq məqamını istəyirəm ki, wow, yəni mənim də burada bir əlim oldu, dəstəyim oldu ki, qurtuldu, xilas oldu, xoşbəxt oldu, sevgili tapdı, işi düzəldi. Mən də biraz bir şey elədim, qatdım və bunun magiyasının sehrini yaşayıram. Və bunun mənə kömək olan proses, yəni mən bu duyğuları yaşayıram axı, paylaşmağın, mərhəmətin, xeyirxahlığın duyğusudur. Və bunu mənə, belə deyək, profesiya, sənət anlayışından psixologiya daha yaxın gəlir və onu eləyirəm. Başqası üçün, məsəl üçün, müğənnilik daha yaxın gələcək, müğənnilik eləyəcək. Başqası üçün həkimlik xoşuna gələcək, həkimlik də eləyəcək. Başqası deyir, aqronom olacaq, onun da xoşuna gələcək. Yəni, əsl içəridəki birinci hiss önəmlidir. Əzəli baza, mərhəmət, sevgi, paylaşmaq və xidmət. Və bunu hansı üsullar, vasitələrlənsə, kainat bizə bunun üçün çox rollar verir. Və kainatın rəngarəngliyi də məsələ bundadır. Və sən artıq özünü, belə deyək, nə edirsən, göstərməyə başlayırsan. Və sənin özünə məxsus olacaq arzuların bu kainatı gözəlləşdirir. Və bu kainatın reallığını daha da mənalı edir və xoşbəxt edir. Ona görə arzularımızın yerinə yetməsi üçün arzularımızı tez reallaşdırmaq anlayışı daima iç halımızla işləmək dəzdədir. İç halımızın məqamı nədir? Mənim yanıma gələcək, məsəl üçün, bir xanım var idi. Şəxsi təcrübəmdən deyirəm. Biz onunla bir seans işlədik və xanımın özünün energetik, belə deyək də, durumu çox gözəldir. Sadəcə olaraq mənim bir qığılcım lazım idi xanıma. Xanım bir seansdan sonra, wow, üstündən 5 dəqiqə keçdi ki, nə zaman WhatsAppda sağollaşdıq, mənə yazdı ki, Rəna, mənə inanırsan, neçə illər bundan əvvəl həvəslə, sevgi ilə göndərdiyim yerdən iş təklifi gəlib, indi. Yəni, gəlin indi bunu deyək ki, bu nədir də, yəni? İnsanın enerjisinin açılmağıdır. İçində hansısa vinti şurupu dəyişdi, vəsə, açıldı, kanal gəldi. Özü tutarmış. İndi dərk elədi ki, özü durub qabağında. Açdı, kanalı gəldi. Və yaxud bir xanıma seans eləyirəm. Və xanım seansdan sonra deyir ki, həyat yoldaşın pulunu vermirlər, eləmirlər, bu seansı deyir, sonuncu deyir, qəpiyimdir, Rəna. Bu qəpiyimi də deyir, sənə vermişəm ki, mənə seans eləyəsən. Mən də deyir, seansımı elədim, seans bitəndən sonra xanım deyir ki, Rəna, deyir, vallahi inanmazsız, yəni möcüzə kimi gəlir mənə də. Amma deyir, səndən sonra deyir, kişi zəng elədi, həyat yoldaşımın pulunu geri qaytardı. Mən də oturmuşam, şok yaşayıram ondan ki, nə möhtəşəmdir, yəni çox sağ ol ki, paylaşırsan və ümumiyyətlə nəsə məlumat verirsən, mənim də xoşbəxt edirsən. Necə deyirlər, özümü daha çox inanmağa başlayam. Yəni bu məqam nədir, əzizlərim? Hər şey həyatda sadədir, asandır. Biz həyatı çətinləşdirməyi sevirik. Səbirsizliyimizdən. Sanki düşünürük ki, bizə məxsus olan bizə gəlib çatmayacaq. Sənə aid olan səni mütləq tapacaq. Qismətində varsa, yerin dibində də, göyündə də, harada olsun, tapacaq. Yəni, qismətindən artıq deyə bilməyəsən, qismətindən nəyisi ilə də artıq qəbul edə bilməyəsən, bunu dərk elə və başa düş ki, sən istəyirsənsə, verilir. Və bu sənin qismətindir ki, sən onu arzuluyursan, elə belə deyil ki, bu arzu gəlir. Bu arzu artıq sənin reallığında baş verib, kvant məkanında yaranıbdır ki, indi sənin içində bu arzu gəlir. Və bu arzunu dərk eləməlisən, bu arzudan bərk yapışmalısan. Bu arzu məhz sənə həyat verəcək və sənin gələcəyə qabağa doğru aparacaq. Və xoşbəxtlik. Ona görə arzuların yerinin yetirilməsində ilk öncə olaraq daxili, iç məmnunluğumuz, iç gözəlliyimiz, iç dərkimiz olmalı, oyanışımız olmalıdır ki, kainat hər şey mümkündür. Biz kainatdan hər şey ala bilərik, hər şeyi götürə bilərik. Kainat bunu bizə sadəcə paylaşır, verir sevgisindən və səmimiyyətindən. Biz özümüz olacaq sevgisizliyimizdən onun sevgisini qəbul edə bilmirik. Amma bizə hər şey verir. Bəzən layiq bilmirik. Başa düşməlisiniz ki, layiqlik və layiq olmayan proses bu ağlın, şuurun qaranlığıdır.
Kainat bizlə layiq olub, layiq olmaqla danışmır. Kainat bizlə təbii olan halımızla danışır. Sən də buranın parçasısan. Sən də bu gözəlliksən və bu gözəlliyə məxsussan. Bu gözəllik də sənə məxsusdur və birliyi duymağımız və başarmağımız lazımdır. Ümidvaram ki, deyir, bugün möhtəşəm təbiət qoynunda mənlə bir yerdə uçdunuz. Müəyyən arzuların reallaşdırılmağı anlayışında bir çox prosesləri dərk elədiniz ki, insanın iş halının dəyişməsi, insanın arzusunun reallaşmağında sadəcə onun daxili blokları, proqramları, özünün özünə yaratdığı illüziyaları maneədir. Siz bunu dəyişən kimi görürsünüz ki, hər şey çox sadədir, yolunuz açılır, artıq hər şey əlinizə gəlir. Və bunun yerinə yetirmək üçün hər birinizə buna həqiqətən inanmağı, özünüzə inanmağı, özünüzü sevməyi arzu edirəm. Sevgi ilə, səmimiyyətlə qalın. Və bütün bu proseslərin hər bir əzlərim, anlayın ki, elmdir. Və bu elmin ən möhtəşəm tərəfini mən məhz Magiya Akademiyasında öyrədirəm ki, haradakı özünün yığdığın psixologiyadan, şamanizmdən, belə deyək, spiritual elmlərdən, günü bugünə qədər oxuduğum müəllimlərimdən və ustadlarımdan əldə etdiyim nəticələrin, təcrübələrimin əsasına olan individual proqramdadır ki, harada ki, mən burada sizə yeni bir şey öyrətmirəm. Mən sadəcə özünüzü xatırlamağa kömək oluram. Özünüzü yenidən kəşf etməyə, özünüzün bacarıqlarınızı görməyə, inanmağa və başa düşməyə ki, siz özünüzü sevdikcə həyat sizə böyük bir hədiyyələr verəcək. Böyük bir gözəlliklər verəcək. Və bunu qulağınızda sırğa etmək istəyirəm. Öpürəm sizi. Videolarımın məşhur qəhrəmanı olacaq bundan sonra. Mənim necə deyirlər, Joker style eynəklərim. Növbəti videolardan görüşənədək.